بسم الله الرحمن الرحيم. Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah, amma abad. En çok verilen suallardan biri de odur ki, ne üçün müşriklere, başka din mensuplarına, Yahudilere, Nasranilərə, Sabilərə, müşriklərə və s. fərz olan zəkatdan vermək haramdır. Hansı ki, bir kəsin ildə bir dəfə öz malından çıxartdığı zəkat olsun, istər fitrə zəkat olsun. Bunu müsəlman olmayan kəsə vermək nə üçün haramdır? Amma sədəqəyə gəldikdə isə onu müsəlman olmayan kəsə vermək halaldır. Şəriət buna icazə verib. Bu ikisi arasında fərq nədir? Cavab olaraq deyirik ki, birincisi, şəriət bu ikisi arasında fərq qoymuşdur. Və bizə vacibdir ki, bunun hikmətini bilməsək də şəriətə təslim olaq. İbnül Munzir rahimehullah buyurur ki, Əcmə'ə əhlül ilm alə ən la yuczə ən yu'tə minəz zəkatil mali əhədun min əhlil zimmət. Buyurur ki, elm əhli icma etmişdir ki, malın zəkatından, yəni dediyimiz o ildə bir dəfə nisab miqdarına çatan kəsin öz malından çıxartdığı zəkatdan zimmət əhlinə vermək caiz deyildir. Elm əhli bunun üzərində icma etmişdir. Bu icmanı İbn Qudamə rahimehullah El-Muğni əsəri 3-cü cild səhifə 98-də zikr edir. Yəni İshaq rahimehullah buyurur ki, "Huve kel icma'i min əhlil ilm." Bu elm əhli arasında sanki icmadır. Elm əhli arasında sanki icma olunmuş məsələdir. İmam Xallal rahimehullah buyurur ki, أخبرني محمد بن علي قال حدثنا صالح أنه قال لأبيه. Muhammed ibn Ali o da Salih'ten rivayet ediyor ki o da atasına dedi ki, atasından soruştu ki, yu'temine zekat müşrik ev Yahudi ev Nasrani, müşrike Yahudiye veya Nasraniye zekat verilir mi? Qale la yu'te illel muslimun. İmam Ahmed dedi ki, hayır, yalnız Müslümanlara verilir. Müslüman olmayan kəslərə sədəqə verməyə gəldikdə isə Allah Azze ve Celle Bəqərə surəsi 272-ci ayda buyurur ki, "Leysə aleyka hudahum, velakinnallaha yehdi men yasha. Ve ma tunfiqu min khayrin felianfusikum, ve ma tunfiquna illa ibtigaa vechillah. Ve ma tunfiqu min khayrin yuvaffa ileykum ve entum la tuzlamun." Buyurur ki, onların hidayete gelmesi sənə ait değil. Lakin Allah istədiyi kəsi hidayət edər. Xeyirli şeylərdən xərclədiyiniz sizin özünüz üçündür. Siz onu ancaq Allahın üzünü istədiyinizə görə sərf edirsiniz. Allahın razılığını, yəni istədiyinizə görə sərf edirsiniz. Malınızdan Allah yolunda nə xərcləsəniz, əvvəzi sizə tam verilər və sizə zülm edilməz. İbn Əbi Hatim rahimehullahın İbn Abbas radiyallahu anhudan rivayet etdiyi hədisdə buyurur ki, Ənə Nəbiyyə sallallahu aleyhi və səlləm كان يأمرنا أن لا نصدق إلا على أهل الإسلام حتى نزلت هذه الآيات. İbn Abbas radiyallahu anh buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem bize yalnız İslam əhlinə sədəqə verməyi əmr etdi. Başqasına verməyi qadağan etdi. Hətta bu aya nazil olana qədər. Leysə aleykə hudahum. Onların hidayət olmasından sənə aidiyyəti yoxdur. İlə axirə fəəmrə bi sədəqati ba'daha ala kulli men sa'alaka min kulli din. Bu aya nazil olduktan sonra Allah Resulü sallallahu aleyhi ve sellem istənilən din sahibləri üçün, istənilən dinə mənsub olan kəslər üçün sədəqə verməyi əmr etdi. Yəni icazə verdi. Yenə İbn Əbi Şeybə İbn Hənəfiyyə rahimehullahdan rivayet edir ki, qala kurihan nasu an yatasaddaqu alal müşrikin. İnsanlar müşriklərə sədəqə verməyi kərih görürdülər, pis görürdülər. Fəənzəlallah leysə aleykə hudahum. Allah Azze və Celle bu ayəni nazil etdi ki, onların hidayət olmasında sizin üçün bir şey yoxdur. Fətəsaddaqən nasu aleyhim. Və bundan sonra insanlar müşriklərə də sədəqə verməyə başladılar. Yenə İbn Cərir rahimehullah Ra'bidən rivayet edir ki, bir müsəlmanın müşrik qohumu olduğu halda, onun ehtiyacı olduğu halda, möhtac olduğu halda müsəlman ona sədəqədən verməzdi. Və deyərdi ki, leysə min əhli dini.
o mənim dinimdən deyil. Və nəzələt leysə aleykə hudəhum və bundan sonra Allah Azze və Celle bu ayəni nazil etdi ki, onların hidayət olunmasında sizin üçün bir şey yoxdur, sizə aidiyyatı yoxdur. Ən doğrusunu Allah bilir. Subhanəkə Allahumma və bihamdik əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.